qalib olur. Amma məsələn 2-2 olanda 5-ci setdə gedir də. 2 rəqib qazananda, 2 mən qazananda 5-ci setə də gedir də. Hı -hı. 2-2 olsa bəli. İlk 4 set neçə xala kimi oynanılır? 25 xala kimi oynanılır, amma hesab bərabər olsa, məsələn 24-24 olsa 2 xal fərqi ilə oyun davam olmalıdır. 5-ci set 5-ci set 15 xala 5-ci qədər setdə olmalı. 15 xala kimidir. Orada da yenə 2 xal fərqi olmalıdır. Bəli. Habil müəllim desin mənə. Bəli. Voleybol oyununda servis zonasının uzunluğu. 9 metr. Düzdür, əhsən. Hücum 3 zonasının metr. uzunluğu. 3-cü zonası 3 metr, ümumi stadion 9 metr. Hücum zonası 3 metrdirsə, arxa zona neçə metr olur? 6 metr. 6. Müdafiə olur. Düzdür. Ha, bəli. Müdafiə zonası 6 metr. Neçə oyunçu dəyişikliyinə icazə verilir? 1. 6. Setdə 6. Setdə 6. Hər setdə 6. 6 oyunçu dəyişikliyinə icazə verilir. Fəxrəddin müəllim, siz mənə deyin. Öyrənmisiniz, keçən dərs qoşulmadınız. Mən qoşulmadım, bu gün ona qulaq asmışam. Amma oxumamışam, qulaq asmışam. Siz sualınızı verin müəllimə. Neçə cür servis atmağın növü var? Neçə cür atılır? 2 cür. 2 cür. Tullanaraq yerində. Ən yaxşısı hansıdır? Effektlisi. Tullanaraq. Tullanaraq. Yer dəyişmə deyirik ki, saat əqrəb